Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala eşrefil enbiya'i vel murselin. Nebiyyina Muhammedin ve ala alihi ve ashabihi ecma'in. Rabbi şrahli sadri ve yessirli emri ve ahlül uqdeten min lisani yefkahu kavli. Əziz müsəlmanlar, bugün biz sizə çox sevdiyimiz, möhtərəm böyük bir şəxsiyyət barədə danışacağıq. Düzdür, söhbətimiz qısa olacaq. Məqsədimiz əsas onu insanlara sevdirmək və onun üstünlüklərini, fəzilətini insanlarına çatdırmaq, onu tanıtdırmaqdır. Bu böyük şəxsiyyət Əbu Muhammed Həsən İbn Ali İbn Əbi Talib radiyallahu anhumadır. Bilirsiniz, Həsən radiyallahu anhuma Peyğəmbər sallallahu aleyhi və sələmin nəvəsidir. Qızı Fatimənin cənnətdə ən hörmətli qadınlardan biri Fatimə radiyallahu anhanın oğludur. Əli ibn Əbi Talib radiyallahu anhadan olan oğlu. Demək, Həsən ibn Ali radiyallahu anhanın fəziləti barədə bir çox hədislər rivayət edilir. Ən çox yayılan, ən çox məşhurlaşmış hədisləri danışacağım sizə. Diqqət edin, Allahın bu böyük şəxsiyyətə verdiyi fəzilətə. Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, Həsən və Hüseyin cənnət cavanlarının ən hörmətlilərindəndir. Hədisi Həkim rivayət edib. Səhih hədisdir. Həmçinin başqa bir hədisdə deyir ki, bunlar mənim nəvələrimdir, qızımın övladlarıdır. Allahım, mən onları sevirəm. Sən də onları sev və onları sevən hər kəsi sev. Diqqət edin, bu dəlildir ki, Allah subhanahu teala bu böyük şəxsiyyəti sevir. Peyğəmbər sallallahu aleyhi ve sellem də onu sevib. Həmçinin hər bir mömin onu sevdikcə Allah da onu sevir. Yəni, sanki bu dua ilə Rasulullah sallallahu aleyhi ve sellem möminləri Allahın sevgisini qazanmağa təşviq edir. Sanki Həsən radiyallahu anhını sevmək Allahın sevgisini qazanmaq üçün bir vasitədir. Hədisi Tirmizi rivayət edib. Digər bir hədisdə Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, Həsən və Hüseyin mənim bu dünyada olan reyhanlarımdır. Reyhan o mənada ki, yəni pak, gözəl qoxusu, yəni gözəl əməli olan, əməli salih nəvələrimdir. Bu hədisi də Buxari rivayət edib. Yenə bir hədisdə rivayət edilir ki, Peyğəmbər sallallahu aleyhi ve sellem bir gün Həsən və Hüseyini götürüb sahabələrin yanına gəlir. Həsən onun bir sinində oturmuşdu, Hüseyin digər sinində. Radiyallahu anhuma. Rasulullah sallallahu aleyhi ve sellem gah onu, gah bunu öpə-öpə sahabələrinə yaxınlaşır. Yəni yol boyu bu uşaqları öpür. Sağındakını, solundakını. Və nəhayət gəlib sahabələrə yaxınlaşanda sahabələrdən biri deyir, ya Rasulullah, sən onları çox sevirsən. Biz görürük ki, sən onları olduqca çox sevirsən. Peyğəmbər sallallahu aleyhi ve sellem deyir, bəli, onları sevən kimsə məni sevmiş olar, onlara nifrət edən kimsə mənə nifrət etmiş olar. Hədisi Əhməd ibn Həmbəl Musnəd əsərində rivayət edib. Rasulullah sallallahu aleyhi ve sellemin bu sözünü eşidəndən sonra heç bir sahabələrdən sonra da heç bir mömin, heç vaxt əsla bu böyük şəxsiyyətə nifrət etməz. Çünki ona nifrət edən artıq Peyğəmbər sallallahu aleyhi ve sellemə nifrət etmək sayılacaq. Həmçinin rivayət edilir ki, bəzən Peyğəmbər sallallahu aleyhi ve sellem namaz qılarkən Həsən və Hüseyin gəlib onun boynuna çıxardılar. Səzdədəykən boynuna çıxardılar və Rasulullah sallallahu aleyhi ve sellem onlar ta onun boynundan düşənə qədər başını səzdədən qaldırmazdı. Hətta sahabələrdən kimsə yaxınlaşıb onları kənara çəkmək istədikdə Rasulullah sallallahu aleyhi ve sellem namazdaykən əli ilə belə işarə edib sahabəsinə onlara dəyməməyi buyurardı. Və namaz bitirdikdən sonra sahabələrinə deyərdi ki, kim məni sevirsə, qoy bunları da sevsin. Sahabələr hamısı Peyğəmbər sallallahu aleyhi ve sellemin nəvələrini, bu iki nəfəsini çox istəyirdi.
Hətta bir rəvayətdə deyilir ki, bir gün Peyğəmbər sallallahu aleyhi və səlləm Həsəni boynuna alır, əzizləyir, öpür. Bu vaxt Əbu Bakr Sıddiq radiyallahu anh gəlir. Onu görəndə deyir ki, atam anam sənə qurban, ya Rasulullah. Bu uşaq, yəni Həsən, Əlidən çox səni oxşayır. Həqiqətən də belə idi. Ənəs ibn Malik radiyallahu anh deyir ki, Peyğəmbər sallallahu aleyhi və səlləmə zahiri görünüşsə ən çox oxşayan səhabə idi. Həsən ibn Əli radiyallahu anh. Rasulullah sallallahu aleyhi və səlləm onu çox istəyir. Həmsinin başqa bir rəvayətdə Əbu Hureyra radiyallahu anh bir gün Həsəni görür yolda. Artıq Peyğəmbər sallallahu aleyhi və səlləmin vəfatından sonra yaxınlaşır ona, qucaqlayır, kövrəlir, ağlaya-ağlaya Həsənin köynəyini qaldırır və başlayır onun sinəsindən öpməyə. Və deyir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm də bax, buradan onu öpərdi. Sinəsindən öpərdi onu. Sanki onun o necə öpdüyünü yada salır və onun etdiyini etməklə Peyğəmbər sallallahu aleyhi və səlləmin göstərdiyi o ehtiramı, hörməti, sevgini bu böyük şəxsiyyətə göstərir. Hətta rəvayətdə deyilir ki, Həsən radiyallahu anh deyir ki, qaldır köynəyini Peyğəmbər sallallahu aleyhi və səlləmin öpdüyü yerdən öpüm. Demək, bu böyük şəxsiyyət tarixi oxusaz, onun tərcümeyi halına baxsanız, həyatını oxusaz görərsiniz ki, olduqca həlim, mülayim, əxlaqlı, sülh sevər bir insan idi. Niyə sülh sevər deyirəm? Çünki atasının vəfatından sonra müsəlmanların bir qismi onu xəlifə seçir. Və bu xəlifəliyi 6 ay davam edir. Sonra Şam əhli onun bu fikri, bu rəyi, bu xəlifəliyinə razılaşmır. Ona qarşı çıxır və Həsən radiyallahu anh görəndə ki, qan töküləcək, xilafəti tərk edir. Təhvil verir, bildiyiniz kimi, Muaviyyəyə. Beləliklə də böyük bir qardaş qırğınının qarşısını alır. Peyğəmbər sallallahu aleyhi və səlləm əvvəlcədən bu haqda xəbər vermişdir. Demişdir ki, mənim bu nəvəm seyiddir. Yəni, ən hörmətli insanlardandır. Vaxt gələcək, qardaş qırğınının qarşısını alacaq. İki mömin tayfa arasında olan qırğının qarşısını alacaq, sülh yaradacaq. Və bu əməli ilə həqiqətən də o böyük bir savab qazanıb. Peyğəmbər sallallahu aleyhi və səlləmin vəfatından sonra, bunu məlumat üçün deyirəm sizə, xilafət 30 il olub. Bu xüsusda ayrıca səhih hədis var. Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, məndən sonra xilafət 30 il olacaq. Və indi deyəcəm sizə, baxın, həqiqətən də 30 il olub. Ondan sonra artıq əsrlər boyu padşahlıq gəlir. Amma xilafət, xəlifələrin dövrü hədisdə deyildiyi kimi 30 il olur. Bu hədisi Abu Davud və digərləri rəvayət edib, hədisin mötəbər olduğunu Əhməd ibn Həmbəl, İbn Abdülbar, Hakim, Tirmizi, İbn Əbi Asim, İbn Cərir Tabari, İbn Hibban, Əz-Zəhəbi, İbn Həcər Əl-Əsqalani, Albani və digərləri təsdiqləyib ki, bu hədis həqiqətən də mötəbər hədisdir. Diqqət edin, xilafətin müddətinə baxın. Əbu Bakr Sıddiq radiyallahu anh 2 il, 3 ay, 10 gün xəlifə olub. Ömər radiyallahu anh 10 il, 6 ay, 8 gün xəlifə olub. Osman radiyallahu anh 11 il, 11 ay, 9 gün. Əli ibn Əbi Talib radiyallahu anh 4 il, 9 ay, 7 gün və nəhayət Həsən radiyallahu anh 6 ay. Bu rəqəmləri toplasaz üst-üstə görəcəksiniz ki, həqiqətən də 30 ilidir. Peyğəmbər sallallahu aleyhi və səlləmin möcüzələrindəndir. Əvvəlcədən necə xəbər vermişdirsə,
elə də həyata keçir. Nəhayət, Həsən radiyallahu anh hicrətin 49-cu ilində, bəzi rəvayətlərdə də 50-ci il deyilir, 47 yaşında dünyasını dəyişir. Allah Subhanahu bizə o böyük şəxsiyyətlərlə, Allahın sevdiyi o insanlarla qiyamət günü görüşməyi, heç olmasa bir dəfə də olsun yaxınlaşıb onları qucaqlamağı, onlarla salamlaşmağı və onlara cənnətdə qonşu olmağı bizə nəsib etsin. Subhanakallahumma və bihamdik, əşhədu ən la ilahə illə ənt, əstəğfiruka və atubu ileyk.